Salam, hər vaxtınız xeyir. Növbəti təcrübə paylaşımı videosunda sizi xoş gördük. Bu videoda bəzi şeylər artıq dəyişib. Buna səbəb artıq bizim birinci mərhələni geridə qoyub ikinci mərhələyə keçməyimizdir. Bu mərhələdə daha çox çalışıb iş həyatında öyrəndiyim dərsləri və qazandığım təcrübələri sizlə bölüşüm. Bu da bu seriyanın birinci və ya ümumilikdə təcrübə paylaşım videolarının 11-ci videosudur. Bu videoda biz paralelizmdən danışacağıq. Paralelizm nədir? Paralelizm kompüter elmlərində istifadə olunan bir termindir. İşlərin paralel olaraq görülməyinin vacibliyini, işlərin paralel olaraq görülərkən məhsuldarlığın artdığını vurğulayan bir termindir, bir yanaşmadır. Paralelizm proqramlaşdırma ilə əlaqəsi olmayan adama belə izah oluna bilər ki, deyək ki, mətbəxdəsiniz və kartof qızartmaq istəyirsiniz. Paralelizmdən anlayışı olmayan bir adam və ya mətbəxdə uzun müddət vaxt keçirtməmiş bir adam birinci başlayar kartofları yuyar, daha sonra kartofları soyar, doğrayar, hazır hala gətirər, daha sonra tavanı götürər, sobanın üzərinə qoyar, içinə yağ atar və bundan sonra da hazırladığı kartofları ora əlavə eləyər. İndi keçək paralelizm yanaşmasında bu necə edilir buna. Paralelizmdə kartofları yuyub soyduqdan sonra tavanı götürüb ocağın üzərinə qoyuruq və yağı atırıq. Tava orada qızmağa və yağ əriməyə başlayır. Biz də paralel olaraq kartofları doğrayırıq və bişməyə hazır hala gətiririk. Baxın, burada gördüyünüz kimi biraz zaman qazandıq. Nə qədər zaman qazandıq və niyə zaman qazandıq? Ona görə zaman qazandıq ki, biz burada tava ilə paralel olaraq işləyə bildik. Birinci nümunədə tava qızarkən biz boş qalmışdıq. İkinci nümunədə isə tava qızarkən biz də paralel olaraq özümüzə işləmə imkanı yaratdıq. Bu da günün sonunda bizim ortaya çıxartdığımız işin həcminə təsir edir və bizim məhsuldarlığımıza təsir edir. Mən bu fikri insanlarla bölüşərkən adətən deyirlər ki, biz onsuz da bunu edirik, bunu bilirik. Amma mən belə düşünmürəm. Məncə insanların əksəriyyəti paralelizmlə bağlı fərqindəliyə sahib deyil. Paralelizm fərqindəliyi qazanılıb hər gün praktika edərək inkişaf etdirilə bilən bir bacarıqdır. Mən bunu bir dəfə etmişəm, mən bunu bilirəm kimi bir şey deyil. Bunu bilmək demək, hər gün tətbiq etmək deməkdir. Hər gün bunun nemətlərindən faydalanmaq deməkdir. Paralelizmi uzun müddətdə də düşünə bilərsiniz. Misal üçün Qütb Səyyahı kitabının yazarı var. Roald Amundsen olmalıdır. O uşaq vaxtı gələcəkdə Qütb Səyyahı olduğunu bilirdi və uşaq vaxtdan yatdığı otağın pəncərələrini açıq qoyub yatırdı. Anası onu öpüb otaqdan çıxdıqdan sonra o pəncərələri açırdı və o formada yataraq gələcəkdə ehtiyacı olan soyuğa dözümlülük göstərmə bacarığını inkişaf etdirirdi. Ümid edirəm faydalıdır. Növbəti məhsuldarlıqla bağlı videolarda sizlə paylaşacağam. Sağ olun, sağlıqla qalın.